Azerbaijan, hello Europe! Welcome to National Final of Eurovision 2012. Today we are here to share the moment, to feel your heartbeat when we will light the fire. Avropanın 43 dövləti bu ilin may ayında öz məşəlini məhz Bakıda alovlandıracaq. 43 countries will light their fire here in May, in our capital city, and today we will define who will light the fire for the land of fire. 10 həftə ərzində gərgin seçimlərimizə bir çox iştirakçılar qatılmışdı və bugün həmin həyəcana bir qədər son qoyulacaq. Və onu da qeyd edək ki, 72 iştirakçıdan yalnız 5 nəfər bu mərhələyə, bu finala gəlib çatıb. Give me your love, would you give me your night and day? Orxan Kərimli 1992-ci ildə Bakıda anadan olub. İngiltərənin Stratford şəhərində oxuyub. Vokal və rəqs dərsləri alır. Üzgüçülük və böyük tenislə məşğuldur. Əvvəla finala keçdiyimə görə çox şadam. Düşünürəm ki, yarım finalda öz istədiyim kimi özümü göstərə bilmədim, nümayiş etdirə bilmədim. Onun üçün biz komanda ilə çox gərgin məşqlər edirik. Azərbaycanı Eurovision'da təmsil etmək mənim uşaqlıqdan arzumdur. Onun üçün də əlimdən gələni edəcəm ki, final konsertində özümü layiqincə nümayiş etdirə bilim. Every time I see your smile, it's the way you look tonight. Baharından, nəğməm ilə bir də keçim öz diyarımdan. Qoy mən yenə söhbət açım ilk baharından, nəğməm ilə bir də keçim öz diyarımdan. Bol bəhrəli muğam düzü, mili düzü, Şirvan düzü, gəl dirşən Azərbaycan. Hər günləri şəfalıdır, göy gölnə səfalıdır, hər yanı gülşən Azərbaycan. Səbinə Babayeva 1979-cu ildə Bakıda anadan olub. Asəf Zeynallı adına musiqi kolejini bitirib. Qızıl Açar müsabiqəsində birinci, Qızıl Şləgir müsabiqəsində ikinci yeri əldə edib. Aypara qrupunun solistidir. Özümə əlbəttə ki, inam var. Finala keçdim və buna çox şad oldum. Musiqiçilərlə, dostlarımla, evdəkilərimlə, yaxınlarımla məsləhətləşərək belə də hazırlaşırıq. Musiqini, mahnılarımı, xoşuma gələn mahnılarımı seçirəm. Vokal üzərində də çalışıram. Rəqs, performans çalışıram ki, ən mükəmməl çıxışım məhz finalda olsun. Elton İbrahimov 1994-cü ildə Rusiyanın Barnaul şəhərində anadan olub. Vokal, gitara, piano və rəqs dərsləri alır. Barnaulda keçirilən Cənab Şləgir müsabiqəsinin qalibidir. Finalı səbirsizliklə gözləyirəm və buna çox ciddi yanaşıram. Yarım final mərhələsində özümü tam göstərə bilmədim və çalışacağam ki, finalda öz vokal və rəqs imkanlarımı tam göstərə bilim. This thing I call love, I can't hit it, this thing I call love, I must get right to it. There goes my baby, she knows how to rock and roll, she drives me crazy.
Yalnızam yalnız, yalnızam yalnız. Gel benim möhnete uğra salana vefası. But you won't do the same. No, you won't do the same. Fəqan Səfərov 1989-cu ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. Moskvada Akademik Musiqi Məktəbinin vokal və fortepiano şöbəsini bitirib. Bir neçə beynəlxalq musiqi festivalının qalibi və laureatıdır. Mən də çox səbirsizliklə finalı gözləyirəm və finala çox ciddi hazırlaşıram. Və finalda söz verirəm ki, tamaşaçılarımızın ümidlərini doğrultacağam. Orada çox maraqlı ifalar, çox maraqlı şou olacaq. You know I'm doing flick for you. Oh, you never do the same. No, 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 no. Ben aziz başımın esretiyle yandım, yüreğimle sevdim vatani. Ölkeler, şehirler çok gezip dolandım, söyledim bu güzel nəğməni. Anam Xəzər, əziz şəhər, sevirəm mən səni yüreğim qədər. Eşkim mənim, sən hardasan? Mən bilirəm yəqin buradasan. It's been a long time since I came around. Arzu İsmailova 1994-cü ildə Bakıda anadan olub. Piano və vokal dərsləri alır. Odlar Yurdu Universitetinin 1-ci kurs tələbəsidir. Hal-hazırda oxuyacağım mahnı və performans barəsində düşünürəm. Düşünürəm ki, final gecəsi səs ön planda olmalıdır. İnşallah Azərbaycanı Eurovisionda təmsil etmək üçün final gecəsi əlimdən gələnin ən yaxşısını edəcəm. You and I, without you and I, without you and I. Ömür ötüp geçir aram aram, hiç bilmirsən bəlkə. Yox amaram yalnız səni soruşaram səndən yaranam. Ömür ötüp geçir aram aram, hiç bilmirsən bəlkə. Yox amaram yalnız səni soruşaram səndən yaranam. Hey, səndən yaranam. Eurovision mahnı yarışması 2012 Azərbaycan təmsilçisi çox həyəcanlıdır, amma qeyd etməliyik. Beləliklə, milli finalın qalibi və bir daha söyləyirəm, Eurovision mahnı yarışması 2012 Azərbaycan təmsilçisi Səbinə